Məsələdə deyilir ki, metan və amonyak molekullarında rabitələrin əmələ gəlməsində cəmi neçə hibrid orbitalı iştirak edir. Diqqət etsək, metan alkanlar sinifinə aiddir və alkanlar sinifində karbon atomlarının hibrid vəziyyəti sp3-dür. Yəni 4 bulud hibridləşmiş vəziyyətdədir. Amonyak molekulunda isə həmçinin azot atomunun hibrid vəziyyəti karbonla eynidir, yəni sp3 hibrid vəziyyətindədir. Burada da cəmi 4 bulud hibridləşmiş vəziyyətdədir. Əgər bizdə soruşsaydı ki, bu molekullarda cəmi neçə hibrid orbitalı var, biz cavabımızda 8 deyəcəkdik. Amma diqqət etsək ki, burada sual verilir, rabitələrin əmələ gəlməsində cəmi neçə hibrid orbital iştirak edir? Bu zaman maddələrin quruluşuna baxaq. Metan molekulunda karbon atomu 4 hidrogenlə siqma rabitə əmələ gətirmişdir. Yəni karbonun 4 buludunun 4-ü də siqma rabitənin yaranmasında iştirak edib. Deməli, hibrid orbitallarının hamısı siqma rabitədə iştirak etmişdir. Amonyak molekulunda isə quruluşunu yazsaq, amonyak cəmi 3 siqma rabitə əmələ gətirmişdir. Və bu deməli, amonyak molekulunun 4 hibrid orbitalının yalnız 3-ü rabitədə iştirak etmişdir. Deməli, bizdə hər iki molekulda cəmi 4 üstə gəlsin 3 bərabərdir 7 hibrid orbitalı rabitənin əmələ gəlməsində iştirak etmişdir.